Salam əziz uşaqlar. Bugünkü dərsimiz gördüyünüz kimi 16-cı səhifə babanın hədiyyəsidir. Çox maraqlıdır. Gəlin baxaq görək burada nə yazılıb. Yazılıb ki, hədiyyə nə vaxt verirlər? Uşaqlar, hədiyyəni nə vaxt verirlər? Hədiyyəni verməyin müxtəlif səbəbləri ola bilər. Ad günündə verə bilərlər hədiyyəni. Daha sonra bayramlarda verə bilərlər, özəl günlərdə verə bilərlər. Məsələn, biri mükafat alır, yəni birincilik qazanır, ona birinciliyə görə hədiyyə verirlər. Yəni, müxtəlif səbəblərdən ola bilər. Bəzən də heç bir səbəb olmadıqda da insanı sevindirmək üçün də ona hədiyyə vermək olar. Amma daha çox ad günündə və bəzi bayramlarda hədiyyələr verilir. Hansı hədiyyəni alanda daha çox sevinirsiniz? Turan, hansı hədiyyəni alanda daha çox sevinirsən? Turan kompüter xoşlayır. Demək, daha çox bu texnoloji avadanlıqları xoşlayır. Və deyir ki, Turana kompüter kim hədiyyə etsə, Turan sevinəcək. Bəs hədiyyə vermək xoşuna gəlir, yoxsa hədiyyə almaq? Hədiyyə almaq daha çox xoşuna gəlir. Aha, uşaqlar, gəlin burada görək nə yazılıbdır. Demək, uşaqlar, burada 3 dənə qutu verilibdir. Qutularda sözlər yazılıb və o sözlərdən burada şəkillər var. Ona uyğun gələni deyəcəyik. Gəlin oxuyaq. G, Ə, L, İ, N, C, İ, K. Gəlincik, gəlincik. Uşaqlar, gəlincik budur? Yox, bu ayıdır. Gəlincik budur? Yox, bu maşındır. Bəs bu gəlincik kukladır, bəli. Bura nə yazılıb? Ayı, ayı, ayı. Ayı budur? Bəli, ayıdır bu. M, A, Ş, I, N, maşın. Maşın budur? Yox, bu ayıdır. Maşın budur? Yox, bu gəlincikdir. Maşın budur. Demək, maşına uyğun gələn budur. Və burada sözlər verilib, söz boğçası. T, Ə, Ş, Ə, K, K, Ür, təşəkkür. Təşəkkür sözündə 2 dənə yanaşı qoşa k var. Təşəkkür minnətdarlıq deməkdir, sağ ol deməkdir. Bir insan sizə yaxşılıq eləyəndə, kömək edəndə onun qarşılığında deyirsiniz, çox sağ ol, təşəkkür edirəm. Etdiyi yaxşılığın müqabilində, qarşılığında ona təşəkkür edirsiniz, sağ ol deyirsiniz. Təbrik, T, Ə, B, R, İ, K, təbrik, təbrik. Təbrik isə xoş sözlər ünvanlayırsınız ona. Təbrik eləyirsiniz, deyirsiniz, təbrik eləyirəm səni. Birincilik qazanmısan, təbrik edirəm, bugün sənin doğum günündür. Təbrik edirsən, ona xoş sözlər arzuluyursan. H, Ə, D, İ, Y, Y, Ə. Hədiyyə, hədiyyə. Hədiyyə sözündə 2 dənə qoşa Y var. Hədiyyə isə özəl günlərdə, doğum günündə insanlara alıb təqdim elədiyimiz xüsusi əşyalardır. Kukla ola bilər, geyim ola bilər, şokolad ola bilər, onu xoşladığı bir şey ola bilər. P, A, Z, L, puzzle. Uşaqlar, puzzle hər hansısa bir şəklin, belə deyim də, yarımçıq formaları ola bilər ki, siz o şəklin müxtəlif demək hissələridir və o hissələri toplayıb şəkil düzəldə bilərsiniz. Hərflər ola bilər, hərflərdən söz düzəldə bilərsiniz. Bu isə I hərfidir. Böyük I, kiçik I. I hərfi ilə tərkibində I hərfi olan sözlərə baxaq. S, A, R, I. Nə oldu? Sarı, sarı. F, I, N, D, I, G. Nə oldu? Fındık, fındık. Burada isə uşaqlar, şəkil üzrə danışın. Demək, gəlin danışaq. Demək, bir gün babası Raminə 1-ci sinifə getdiyi üçün fikirləşir ki, nə alsın uşaqlar? Və düşünür ki, Ramin daha çox hansı hədiyyəni xoşlayır? Puzzle hədiyyəsini xoşlayır. Və baba Raminin puzzle hədiyyəsini xoşladığını bilirdi. Ona görə də 1-ci sinifə getdiyi gün münasibəti ilə onu təbrik etmək üçün qəşəng bir puzzle aldı. Onu da qəşəng qutunun içərisinə qoydu. Beləcə qəşəng bağlatdırdı demək üzərini ki, Raminə təqdim eləsin. Ramin tez tələsik apardı hədiyyəsini. Açdı, gördü ki, bu ki onun xoşladığı puzzle hədiyyəsidir. Ramin çox sevindi. Babası dedi, bax bu puzzle'ın içərisində 6 dənə hərf var. Sən bu hərflərdən söz düzəltməlisən. Fikirləş, bu hərflərdən söz düzəlt. Ramin fikirləşdi ki, bu hərflərdən hansı sözü düzəltsin. Elə
o fikirləşərkən birdən hərflər pəncərədən bir qaçıb getməyə başladı. Və Ramin hərflərin arxasınca düşdü. Dayanın, dayanın, hara qaçırsınız? Axı siz mənə lazımsınız. Ramin ağlamağa başladı. O hərflərin ardıca qaçdı. Hərflər gedib gözəl, yaraşıqlı, böyük bir binanın içərisinə girməyə başladı. Raminin gözü sataşdı binanın demək üzərində yazılmış sözə. Orada məktəb sözü yazılmışdı. Ramin dedi: deyəsən bu babamın mənə hədiyyə etdiyi puzzle'ın içərisində bu hərflər var idi axı. Elə bunu deyəcək Ramin dedi: tapdım deyə qışqırdı. Bu vaxt yuxudan oyandı. Evdəkilər dedi: Ramin, sən niyə qışqırdın? O evdəkilərin sözünə məhəl qoymayıb tez babasının aldığı puzzledakı hərflərin yanına qaçdı və o hərfləri düzüb M, Ə, K, T, Ə, B məktəb sözünü görcək çox sevindi və dedi: tapdım, bu söz məktəb sözü idi. Beləcə uşaqlar Ramin babasının aldığı puzzle'larda məktəb sözünü tapdı. Baba Raminə nə hədiyyə etdi? Baba Raminə puzzle hədiyyə etdi. Baba ona nə tapşırdı? Tapşırdı ki, bu 6 dənə hərfdən söz düzəltsin. Ramin hansı hərflərdən söz düzəltməlidir uşaqlar? M, Ə, K, T, Ə, B. Məktəb hərflərindən. Qarışıq da deyə bilərik. Ə, T, B, K, Ə, M. Yəni bu hərflərdən də məktəb sözünü düzəltməlidir. Deyir ki, Ramin binanın üzərində hansı söz oxudu? Baxın uşaqlar, binanın üzərində məktəb yazılıb. B, Ə, K, T, Ə, B məktəb sözünü oxudu. Ramin bu sözü görəndə nə üçün sevindi? Dedi: bu ki babamın puzzle'da mənə aldığı eyni hərflərdir. Və hansı hadisəni Raminin yuxusunda baş verdi? Raminin yuxusunda baş verdi ki, o hərflər qaçdı. Ramin düşdü onların arxasınca və hərflər getdi məktəbin içərisinə girəndə Raminin gözü sataşdı həmin binanın üzərində yazılmış sözə. Və görürsünüz, hərflər içəri girir bir buradan. Uşaqlar, bunlar əfsanədir. Hərflər yeriyə bilmir, girə bilmir. Sadəcə olaraq bu maraqlı, uşaqların marağı olsun deyə verilir. Bu isə i hərfidir. Görürsünüz uşaqlar, bu I hərfidir. I hərfinin üzərinə bir dənə nöqtə qoyanda i hərfi olur. İlan, ilan, ilan. Ətir, ətir, ətir. İmran, imran, imran.